Esselamu aleykum. Bugün sizinlə Mədinə 2 dərsinin, yəni Mədinə 2 kitabının daha doğrusu 5-ci dərsin qrammatik bölümünü paylaşacağım. Deməli, bu dərsimizdə nəydən söhbət gedəcək? Feil, fail və məf'ulu bihdən söhbət gedəcək. İndi bunları sizinlə bir-bir paylaşacağım. Deməli, belə deyim ki, əgər bizim cümləmiz isimlə başlayırsa, bu ismi cümlə olur. Məsələn, ət-talibu məridun. Tələbə xəstədir. Bu artıq ismi cümlədir. Amma feillə başlayan cümlələr isə feili cümlə olur. Misal, zəhəbə Həmidun iləl məscidə. Həmid məscidə getdi. Bu artıq feili cümlədir. Bizim də bugünkü dərsimizdə, yəni feili cümlə nədir, o necə, belə deyim, istifadə olunur, bu haqda öyrənəcəyik. Feili cümlə, onu ilk öncə deyək ki, feillə başlayan cümlələrə deyilir. Özündən sonra mütləq o feili icra edən olmalıdır, yəni fail olmalıdır. Yəni feili icra edən mütləq fail olmalıdır. Bu fail nədir? İndi onu açıqlayaq. Deməli, fail, belə deyək ki, feildən sonra gəlir. Əgər feil varsa, yəni cümləmizdə feil varsa, bu fail feildən sonra gəlir. Misal olaraq, burada bunu belə izah edə bilərəm. Fikir verin. Burada deyir ki, Muhammedun, daha doğrusu Muhammed getdi. Getdi nədir bizdə? Zəhəbə. Bu zəhəbən dediyi zəhəbə getdi. Bu artıq bilindi ki, zəhəbə cümlənin önünə gəldisə, artıq bu feili cümlədir. Zəhəbə Muhammedun. Yəni, Muhammed getdi. Burada kimdən söhbət getdi? Muhammeddən. Deməli, burada zəhəbə feil, faili isə Muhammed oldu. Yəni, zəhəbə Muhammedun. Qrammatik cəhətdən bunu izah eləsək, zəhəbə getdi feil deməkdir, Muhammedun isə isimdir və burada fail rolunda oynayır. Artıq bu fail olur. Bu bizim bu formamız. İkinci bir forması belə ola bilər. Əgər feildə isim yoxdursa, belə deyək, feildən sonra isim gəlmirsə, biz nəyə baxırıq? Belə deyim, isimlərimiz bu formada da gələ bilər. Yəni, onun yerinə bitişik şəxs əvəzliyi də gələ bilər. Məsələn, mən desəm ki, zəhəbtu iləl mədrəsəti, mən məktəbə getdim. Burada necə olacaq? Artıq tu, bildiyimiz kimi, bitişən şəxs əvəzliyi oldu. Yəni, kimin məktəbə getdiyindən söhbət gedir, yəni mənə aiddir də, artıq orada məndən, şəxsdən danışdığına görə və biz burada feildən sonra failimiz artıq şəxs əvəzliyində oldu. Yəni, bu cümləni təhlil etsək, biz bu zaman burada zəhəbə feil olur, tu isə fail olur. Yəni, burada tu şəxs əvəzliyin verdi. Bunu başqa şəxslərlə də ifadə etmək olar. Sonra nə deyək burada? Sonraki qaydamızda, misal, burada nümunə verir. Məsələn, Muhammed haradadır? Sual verdi. Muhammed haradadır? Biz desək ki, xaracə, artıq xaracə burada, belə deyək, nəzərdə tutulmuş üçüncü şəxsə faili olur da, belə deyək. Artıq orada müstətirun failin olur. Nəyə görə? Çünki feilin üçüncü şəxsində artıq, məsələn, o çıxdı və yaxud da o gəldi, bunlar nəzərdə tutulur. Ona görə də bu gizlində olur artıq. Buna gizli fail deyirlər. Yəni, feilin içində gizlənmiş fail adlanır. Bu da bu qədər. Yəni ki, yəqin ki, başa düşdünüz bunu da nə demək istədiyimi. Suallarınız olsa yorumda verin, orada izah eləyərəm mən sizə. Sonra gəlirik indi nəyə? Failin deyir, bəzi əhkamlar var, onları öyrənməyə. Deməli, failimiz, yəni feildən sonra gələn faildən danışdıq. Failimiz həmişə mərfu halda olur. Yəni, adlıq halında olur. Bunu nəzərdə saxlayaq. İkinci qayda. Fail həmişə feildən sonra gəlir. Çünki feili icra edən olmalıdır da. Ona görə də fail feildən sonra gələcək. Bunu da yadınızda saxlayın. Üçüncü, failsiz feil olmur. Yəni, əgər bir cümlədə feil varsa, onun mütləq faili olmalıdır. Yəni, bu istəyir aşkarda olan bir feil olsun və yaxud da ki, gizlində olan bir feil olsun. Fail olsun daha doğrusu.
Misal olaraq bayaq dediyim kimi, məsələn, Muhammedun, daha doğrusu zəhəbə Muhammed. Məsələn, Muhammed getdi. Burada zəhəbədən sonra Muhammədi gətirdi. Düzdür, Muhammed artıq burada fail oldu. Və yaxud da ki, zəhəbtu, mən getdim. Artıq burada zəhəbədən sonra yenə şəxs əvəzli ilə fail olmuşdu. Yəni, tu artıq orada aşkarda olan bir failimiz oldu. Amma təkcə, məsələn, zəhəbə dediksə, artıq üçüncü şəxsdə, yəni onun getdiyini bildiririksə, biz bu zaman failimizi gizlində tutmuş oluruq. Yaxşı, bunu yadda belə saxlayın. Sonra burada deməli, dördüncü qaydada nə deyir? Deyir, əgər fail insanları bildirən içlik və ya cəmdə olan aşkar, yəni zahir isim olarsa, bu zaman feil təkdə olmalıdır. Misal, tələbə qızlar sinifə daxil oldular. Daxələt talibətu faslə. Bu da aydın oldu yəqin ki. Sonra, feillərin mənaca növləri var. Feillər iki yerə ayrılır. Təsirli feillər, təsirsiz feillər. Təsirli feillərə mütəaddi deyilir, təsirsiz feillərə ləzim deyilir. Təsirli feillər nədir? Cümlədə, belə deyim ki, təkcə faillə kifayətlənmir, orada nəsə bir hərəkət olmalıdır və faildən sonra gəlir. Bunu deyək ki, feil gəlir, feildən sonra fail gəlir, faildən sonra isə gələcək məf'ulu bih, yəni necə? Bu məf'ulu bih gələndə, belə deyim, əgər, məsələn, məf'ulu bihimiz, belə deyək də, kimi, nəyi və haranı sualına cavab verirsə, bu artıq feilə görə dəyişir. Yəni, feilimiz artıq təsirli olur. Məsələn, deyirəm ki, buradakı misalda kimi deyəcəm, aydın olsun deyə. Məsələn, kətəbə talibu dərsə. Tələbə dərsi yazdı. Məsələn, indi belə deyək. Yazdı, kətəbə, feildir, talibu, faildir, əddərsə də məf'ulu bihdir. Misal, əgər bunu belə deyək, feildə çətinlik çəksəniz, bilmək istəsəniz ki, bu feilimiz bizim təsirli feildir, yoxsa təsirsiz feildir. Bunu bilmək üçün siz mütləq məf'ulu bihə müraciət etməlisiniz. Belə deyim, məf'ulu bihə baxmalısınız. Əgər məf'ulu bihimiz burada feilə təsir edirsə, belə deyək də, feilə kimi, nəyi və yaxud da haranın sualını verirsə, məsələn, deyirəm ki, tələbə dərsi yazdı. Nəyi yazdı? Nəyi? Artıq gördünüz, kimi, nəyi və haranı dedik. Bu suallar varsa, artıq bizim məf'ulu bihimiz, belə deyək də, burada bu sualı verirsə, artıq feilimiz bizim təsirli feil oldu. Tələbə dərsi yazdı. Nəyi yazdı? Dərsi. Bu zaman onda bizim feilimiz, kətəbə feilimiz artıq təsirli feil olmuş olur. Bu da bizim deməli təsirli feilimiz. Təsirsiz feilə baxaq isə, baxaq görək burada təsirsiz feilimiz hanı bizim. O qaydasını yəqin aşağıda verib. Baxaq indi burada. Deməli, təsirli feil haqqında bunu bildik. Dedik kimi, nəyi və haranın sualına cavab verir. İndi sonra burada başqa bir təsirsizə aid, misal verib burada. Təsirsizə aid misalımız isə misal olaraq dəxalə feilini göstərir. Buna da baxaq. Deyir ki, müəllim sinifə daxil oldu. Dəxaləl müdərrisul fəslə. Müəllim sinifə daxil oldu. Burada bizim feilimiz dəxalə, müəllim fail, sinif isə məf'ulu bih oldu. İndi biz burada fikir verin. Deyə bilmirik ki, məsələn, müəllim sinifə daxil oldu. Nəyə, və yaxud da haranı, kimə bu sualı cavab verə bilmirik. Ona görə də bizim bu feilimiz artıq təsirsiz feil oldu. Yəni, daxələ feili təsirsizdir. Çünki biz orada məf'ulu bihdə sualına cavab verə bilmirik. Bu da bizim bu feilimiz. Sonra burada bəhəsə feili haqqında danışır. Bəhəsə axtarmaq deməkdir və bizim təsirli feillərdəndir. Çünki o nəyi sualına cavab verir. Burada da misal verir. Məsələn, bir də onu yadda saxlayın ki, bəhəsə feili çox vaxtıda belə deyək, əsasən an hərfi cəri ilə gəlir. Misal olaraq, deməli, bəhəstu an qələmi və ləkinni mə vəcədtuhu. Deyir, qələmimi axtardım. Bəhəstu an
qaləmi. Yəni mən qələmimi axtardım. Və lakinnə, yəni lakin deyir, mə vəcədtuhu. Onu tapa bilmədim. Yəni buradan sual çıxır ki, nəyi axtardım? Yəni qələmimi. Ona görə də artıq bizim bu bəhəsə feilimiz təsirli feil oldu. Bu belə. Sonra burada bir qeydimiz var. Məf'ulu bihimiz bizim şəxs əvəzliklərini də yəni əvəz edə bilər. Bunu bayaqda qaydada dedim. Misal olaraq Muhammed səni vurdu desə, darabəkə Muhammedun. Yəni darabək feilinə kənə əlavə etdik və yaxud da darabuhu Muhammedə Muhammed onu vurdu. Sonra biz dedik ki, bayaqları, yəni adətən dedik ki, feildən sonra gəlir failimiz. Yəni bəzi hallarda bu dəyişilə bilər. Baxın, məsələn, burada da məf'ulu feildən sonra gəlməsini vacib edən hallar var. Misal olaraq, hər ikisinin yəni hal əlaməti olmayan isimlər olmalıdır. Misal olaraq, burada gördüyünüz kimi İsa və Musa ikisinin də hal əlaməti yoxdur. Ona görə də burada artıq vacibdir. Nə etmək lazım? Məsələn, darabə İsə Musa. Yəni İsa Musanı vurdu. Gördüyünüz kimi İsa da Musa da belə deyim də hal əlaməti olmayan isimlərdir. Və yaxud da atam qardaşımdan soruşdu. Səələ əbi əxi. Bu da bizim növbəti qaydamız. Sonra burada yenə şəxs əvəzliyi ilə istifadə eləmək olur dedik failimizi. Məsələn, darabtuhu. Darabə vurdu, tu fail, hu onu. Artıq bu da məf'ulu bih oldu. Sonra Xalidi vurdum. Darabə feildir, tu faildir. Xalidən də artıq məf'ulu bih olur. Sonra nə var burada? Deməli, məf'ulu feildən əvvəl gəlməsi vacib edən hal. Deyir, əgər məf'ul sual əvəzliyi kimi cümlənin əvvəlində gəlməsini tələb edən söz olarsa, feildən önə keçir. Yəni, artıq biz burada bu misalda görə bilirik ki, əyyə dərsin artıq məf'ulu bih oldu. Yəni, əyyə sual əvəzliyimiz məf'ulu bih olur. Kətəbu, məsələn, müdərrisu da, burada da kətəbə feildir, müdərrisu da failimiz olur. Bu bizim 5-ci dərsimiz qrammatik bölümü oldu. Ümid edirəm hər biriniz üçün faydalı olar inşallah. İndi isə 4-cü dərsin tapşırıqlarına baxaq. Əd-dərsur rabiu 4-cü dərs. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu. Və aleyküməssəlam və rəhmətullahi və bərəkətuhu. Əhlən və səhlən. Xoş gəlib səfa gətirdin. Və mərhəbən bikə yə əxi. Salam, mənim deməli qardaşım. Keyfə həlukə. Necəsən? Ləalləkə bi xayrin. Ümid edirəm ki, sən yaxşısan. Burada ləallə, ümid edirəm, mənasını verir. Əlhəmdülillah, Allaha həmd olsun. Əynə əbukə yə İbrahimu. Ey İbrahim, sənin atan haradadır? Zəhəbə ilə suqi. Bazara getdi. Və əynə ummukə. Bəs anan haradadır? Zəhəbət ilə xaləti Zeynəbə. Xalam Zeynəbə getdi. Və yaxud da xalam Zeynəbcilə getdi. Və əynə ixvatukə. Bəs qardaşların haradadır? Zəhəbu iləl cəmiyyah. Yəni və yaxud da iləl cəmiyyəti, universitetə getdilər. Və əynə əxəvatukə, bəs sənin bacıların haradadır? Zəhəbnə iləl mədrəsəti, məktəbə getdilər. Əmmə zəhəbtə iləl mədrəsətil yəvmə. Burada gördüyünüz kimi zəhəbə feilinin qabağında mə gəlib, ədatımız gəlib. Artıq burada biz təsdiq cümləsində olan feili inkar cümləsində səsləndirəcəyik. Məsələn, burada deyir ki, bu gün məktəbə getmədinmi? Bələ. Cavabı da bu cürünə veririk. Əgər bizim cümləmiz inkar cümləsi olarsa, yəni feildən ibarət inkar cümləsi olarsa, biz bu zaman burada bələ ilə cavab veririk. Bələ də bəli deməkdir. İnkar cümlələrində istifadə olunur. Bələ. Zəhəbtu və rəcəxtu bə'dəl hissatil ulə. Deyir ki, bəli. Getdim və qayıtdım. Nə vaxt qayıtdım? Birinci dərsdən sonra qayıtdım. Liməzdə rəcəhtə, nə üçün qayıtdın? Rəcətu liənnəni məridun. Çünki mən xəstəyəm. Liənnəni, yəni çünki mən deməkdir. Sonra lə bə'sə, eybi yoxdur.
Ən zəhəbtə ilə tabibi. Həkimə getdinmi? Nəam, zəhəbtu. Bəli, getdim. İndi isə burada suallar verilir ki, mətnə uyğun suallar olacaq çalışma 1-də. İndi onları işləyək. Əynə zəhəbə Əbu İbrahim. Deyir ki, burada İbrahimin atası hara getdi? Mətndə verilmişdi. Zəhəbə ilə suqi, yəni bazara getdi. İkinci sualda və əynə zəhəbət ummuhu. Bəs deyir, onun anası hara getdi? Burada da zəhəbət ilə xaləti Zeynəbə. Yəni xalası Zeynəbə getdi. Bu cür nə olacaq cavab? Üçüncü sualda mətə raca İbrahimu minəl mədrəsəti. Deyir, İbrahim məktəbdən nə vaxt qayıtdı? Deyə bilərik ki, raca bə'dəl hissatil ulə. Birinci dərsdən sonra qayıtdı. Sonra ikinci tapşırıqda burada düzgün cümlələrin qarşısında sahihun, yanlış olan cümlələrin qarşısında isə xəta işarəsi qoyacağıq. Başlayaq. İbrahimub uxti Yunus və ya da Yusuf. Burada ki, İbrahim Yusufin bacısının qardaşıdır. Yəni bu doğruydu. Həzə sahihun. İkincidə Yusufu əmmu İbrahimə. Böyüdək bunu biraz. Yusufu əmmu İbrahimə. İbrahimin deyir, burada nədir? Yusuf deyir, İbrahimin əmisidir. Bu xəta idi, yəni əmisi deyil idi. Əxavatu İbrahimə zəhəbnə iləl məktəbəti. İbrahim deyir, bacıları, yəni kitabxanaya deyir, getdilər. İbrahimin bacıları kitabxanaya getdilər. Bu xətadır, yəni olmayacaq, bu düzgün deyil. Dördüncüdə İxvatu İbrahimə zəhəbu iləl cəmiəti. Burada da ki, İbrahimin deyir, qardaşları universitetə getdilər. Bu həzə sahihun doğrudur. Sonra 5-cidə mə zəhəbə İbrahimu ilə tabibi. Burada da ki, İbrahim həkimə getmədi. Bu da xətadır, yəni getmişdi. Ona görə də cavabımız həzə xəta olacaq. İndi isə davam eləyək. Burada bizim 3-cü çalışmamız var. Deyir ki, zəhəbə feilini şəxslərə, yəni buradakı cümlələrə uyğun boşluqlara yerləşdirəcəyik. Baxaq, birinci cümləmizdə nə deyir? Əl-əvlədu, sonra boşluqdan sonra iləl-məl-abi. Yəni burada olacaq ki, uşaqlar stadiona, yəni getdilər. Ona görə də deməliyik ki, əl-əvlədu zəhəbu iləl-məl-abi. Uşaqlar stadiona getdilər. İkincidə ət-talibətu iləl mədrəsəti. Burada ki, tələbə qızlardan danışır. Ona görə də burada qoymalıyıq ki, zəhəbə. Zəhəbnə daha doğrusu cəmdə olduğuna görə zəhəbnə iləl mədrəsəti, tələbə qızlar məktəbə getdilər. Üçüncüdə əl-müdərrisu, müəllimi təkdə verir və kişi cinsində iləl fəsli. Ona görə də zəhəbə olacaq. Əl-müdərrisu zəhəbə iləl fəsli. Müəllim sinifə getdi. Sonra dördüncüdə ənə verir. Ənədə zəhəbtu olacaq. Ənə zəhəbtu iləl mətari. Mən hava limanına getdim. Beşincidə uxti, yəni mənim bacıma görə verir. Ona görə də zəhəbbət iləl mətbəxi. Yəni mənim bacım mətbəxə getdi. Altıncıda əynə zəhəbtə. İkinci şəxsə müraciət olduğuna görə zəhəbtə əntə. Sən hara getdin? Artıq bu formada olacaq. Gələk dördüncü çalışmamıza. Buradakı verilmiş cümlələrdə səhvləri düzəltməyi deyir. Baxaq. Birincidə zəhəbtu iləl müstəşfə yə Muhammedu. Müraciət Muhammedə olduğuna görə zəhəbtu yox, zəhəbtə olacaq. Yəni Muhammedə deyir ki, ey Muhammed, xəstəxanaya getdinmi? Səhvimiz zəhəbtə olmalıdır. Yəni zəhəbtunu zəhəbtə deyirik. İkincidə Əminətu və Fatimətu və Zeynəbu racəu yox, racənə minəl cəmiəti. Əminə, Fatimə və Zeynəb deməli universitetdən qayıtdılar. Üçüncüdə Zümələ-i zəhəbə ilə Məkkətə. Burada deyir yoldaşlarım Məkkəyə getdi desək zəhəbu olacaq. Zəhəbu iləl Məkkətə. Dördüncüdə ənə racətə minər riyədi əmsi.
Burada ənəyə görə racəhtu olacaq. Ənə racəhtu minər-riyad əmsi. Mən dünən ər-riyaddan qayıtdım. 5-cidə Məryəmu və bənətuhə və zəhəbət ilə cüddətə. Burada da olacaq ki, deməli, Zeynəb burada Məryəmlə və onun bacılarından danışdığına görə zəhəbnə, yəni Məryəm və onun daha doğrusu qızları cüddəyə getdilər. Sonra 6-cıda Ummi qalə, anam dedi. Burada anaya görə qalət olacaq. Ummi qalət, yəni mənim anam dedi. Ənə məridun. Burada da ənə məridatun olacaq. Yəni mən xəstəyəm. Sonra 5-ci çalışmamızda burada deməli fe'llərin qarşısında mə inkar ədatından istifadə edəcəyik və ona uyğun cavab verməliyik. Məsələn, deyir ki, əz-zəhəbə, zəhəbtə iləl mədrasəti əmsi. Yəni deyir ki, dünən məktəbə getdinmi? Cavabımızda lə mə zəhəbtu iləl mədrasəti əmsi. Xeyr, dünən məktəbə getmədim. İkincidə ərəcəə əbukə min Bəğdədə, yəni deyir atam Bağdaddan qayıtdımı? Deyəcəyik ki, lə mə rəcəə əbi min Bəğdədə, yəni atam Bağdaddan qayıtmadı. Üçüncüdə əz-zəhəbət uxtukə ilə müstəşfə, bacın xəstəxanaya getdimi? Lə mə zəhəbət uxti ilə müstəşfə, xeyr, bacım xəstəxanaya getmədi. Sonra gələk 6-cı çalışmaya. Burada 6-cı çalışmada innəni izah eləyir li hərfi cəri ilə. Deməli, diqqət eləyək. Burada liənnə, yəni çünki mən, bunu açıqlayır. Li hərfi cəridir, sahiblik mənasında istifadə olunurdu. Ənnə də bildiyimiz kimi innə və onun bacılarından idi və əsasında ki bağlayıcısı kimi istifadə olunurdu. Bunu keçəcəyik irəliyən dərslərdə. Deməli, burada artıq liənnəni çünki mən oldu. Deməli, ikincidə huvanı göstərir. Liənnəhu, burada diqqət edin. Liənnə, sonra huva şəxs əvəzliyi ilə birləşdirəndə liənnəhu olur, çünki o kişi cinsində. Qadın cinsində liənnə, o hiyə ilə birləşdirəndə liənnəhə, çünki o qadın cinsində olur. Liənnə, burada da əntə ilə birləşdirəndə liənnəkə, çünki sən kişi cinsində. İndi burada misallar verir. Deyir, rəcəə Həmidun minəl mədrasəti liənnəhu məridun. Deyir ki, deməli, Həmid məktəbdən qayıtdı, çünki o xəstədir. Rəcəət Əminətu minəl mədrasəti liənnəhə məridatun. Əminə deyir məktəbdən qayıtdı, çünki o xəstədir. Üçüncüdə rəcətu minəl mədrasəti liənni məridatun. Yəni deyir, mən məktəbdən qayıtdım, çünki mən xəstəyəm. Sonra gələk 7-ci çalışmaya. 7-ci çalışmada burada bələ və nəğəm ədatlarından istifadə edərək suallara cavab verəcəyik. Misal olaraq baxaq nümunədə. Əz-zəhəbtə iləl mədrasəti əmsi. Deyir ki, deməli, dünən məktəbə getdimmi? Cümləmiz təsdiqdə olduğuna görə nəğəm zəhəbtu bu formada deyə bilərik. Bəli, getdim. İkincidə isə əmə zəhəbtə iləl mədrasəti əmsi. Dünən məktəbə getmədimmi? Sualımız artıq inkarda olduğuna görə cavabda bələ zəhəbtu. Bəli, getdim olacaq. İndi baxaq birinci çalışmadan. Böldüm biraz da. Ər-rəcəə əbukə minəs suqi. Deyir, atan bazardan qayıtdımı? Cavabında deyə bilərik ki, çünki təsdiqdə verdiyinə görə nəğəm zəhəbə deyə bilərik. Bəli, qayıtdı. İkincidə əmə rəcəə əbukə minəs suqi. Deyir ki, sənin deməli, atan bazardan qayıtmadımı? Bu zamanda olacaq bələ zəhəbə. Yəni, bəli, qayıtdı. Sonra, üçüncüdə əz-zəhəbət Leylə ilə cəmiyyəti. Leyla universitetə getdi. Cavabımız nəğəm zəhəbət, yəni bəli, getdi. İnkarda əmə zəhəbə əxukə ilə riyadi. Deyir, qardaşın deməli, ər-riyada getmədimi? Burada da bələ, zəhəbə, bəli, getdi. Cavabını verə bilərik.
Bu qədər. Yəni 4-cü dərsimizin həm qrammatika bölümü, həm də tapşırıq bölümü bura qədərdir. Ümid edirəm hər biriniz üçün faydalı olar. Videomun davamı üçün zəhmət olmasa kanalıma abunə olmağı, bəyənməyi və videoları paylaşmağı unutmayın. Allah razı olsun hər birinizdən.